Samıçı rayonu Məhəmmədi kəndindeyiz. Salam Sevda xanım, xoş Salam, gördük. hoş geldiniz. Necəsiniz? Sağ olun. Sevda xanım kanalımıza müraciət edib bu gün də. Xahiş eləyir ki, gəlin mənim işimə işıqlandırın. Bu Sevda xanımın həyətidir. Böyük Şorda Sevda xanımın evi plana düşdüyü üçün oradan Sevda xanıma müəyyən bir dərəcədə pul veriblər. Sevda xanım da gəlib Məhəmmədi kəndində bura. Məhəmmədi kəndində Zabrat 2-də 6 sot torpaq alıb. Sevda xanımın 2 oğlu var. Hər oğlan bir ev tikib etibarnamə oğlanlarına verib ki, bu sənin payındır, bu da sizin payınızdır. 2 yerə bölüb. Və evi də 2 yerə, həyəti də 2 yerdən bölüb hasarla 2 qapı qoyub ki, hərəsi bir qapıdan çıxsınlar. Lakin bir gün Sevda xanıma zəng gəlir ki, evlər satılıb, çıxın evdən. Sevda xanım da gəlib baxıb ki, evlərim satılıb, kimsə gəlib həyətə girib, evlərə girib. Buyurun Sevda xanım, ardın siz danışın. Özünüzü təqdim edin. Ben Bayramova Sevda Qaraş qızıyım, İşli rayon, Xubərli kənd sakiniyəm. Buradan xalqıma, buradan hüquq mühafizə orqanlarına səslənirəm. Mənim səsimi eşidin, çox xahiş eləyirəm. Mən 10 nəfər, 13 nəfərdən ibarət olan bir qrup dələduzun, banditin əlindəyəm. Mənim torpağım, mənim adıma 6 sot torpaq. Mən 23-ün avqustun 26-sında mənə zəng gəlib ki, evimiz müxtəlif insanlar tərəfindən baskıya məruz qalıb, çıxın deyirlər. Satışa çıxıb torpağım. Və məsələ belə olub. Mənim oğlum Asif Aliyev, Asif Tofiq oğluna uşaqlıqdan dostluq edən Tahir Nəbiyev, Tahir Aslan oğlu, bunlar uşaq vaxtdan dost idilər. Mənim oğluma 6000 məbləğində pul məsləhət eləyib, dost arasında danışıblar ki, mən pul istəyirəm bankdan götürüm, o da bankdan götürmə. Mənim dostum var, çox gözəl aşağı faizlə verir. Amma sən bir şey verməlisən. Bu da torpağın sənətini verib ona. Amma Tahir bu çətələrlə, bu banditlərlə əlbir imiş, özü də elə banditin ta başıdır bunların, bu qrupun. Fikrim nədən irəli gəlir? Çünki adında neçə cinayət işləri var. Bəbirov Mübariz, Nəbiyev, Tahir. Bunlar qrupun başlarıdır. Saqqallı bir qrupdular. Mənim torpağımı satışa çıxardıblar. Bir ayın içində 6-7 adama satıblar. Çünki orada oğluma mən davernis vermişəm. Orada onu görüblər. Ailəmdə heç kim bunu bilmirdi. Oğlum da bilməyib. Tahir bizim ailəni çox gözəl tanıyırdı. Mən də tanıyırdı, yoldaşımı da tanıyırdı. Mənim yoldaşıma yaxınlaşa bilərdi ki, oğlun 6000 bizdən pul alır və yaxud da 12000 alır və yaxud da 50000 alır. Bilmirəm mən məsələni. Amma bildiyim məsələ budur. Oğlumun dediyi budur. Gəlib yoldaşıma yaxınlaşa bilərdilər. Əmi bizdən pul alıb, bax sənət də bizdədir. Bu işi neyniyək? Yəni bura dağ başı deyil ki. Biz demokratik dövlətdə yaşayırıq. Dağ başında yaşamırıq. Bizim gözəl hüquq mühafizə orqanlarımız var, polis idarələrimiz var. Bunlar hara baxır? Mən başa düşə bilmirəm. Bu bir. 2. Deyə bilərdi ki, əmi, sənin oğlun məndən pul alıb, qaytarmır və yaxud da sənəti var əlimdə, pulumu versin, verim. Biz də bir məsləhət eləyib, bir yoluna qoya bilərdik, pulun qaytarardım. Yəni, bizə bunu deyə bilərdi. Buradan aydın görünür ki, bu qrup şəklində bandit qrupudur. Bunlar başqalarının da evlərini satıblar, torpaqlarını satıblar. Başqa şikayətlər də var bunların adında. Və bu dövlət qanuni yolla alqı-satqı eləmişdirsə, niyə Bəbirov Mübariz qaçır dövlətdən, Nəbiyev Tahir dövlətdən qaçır. Keçən il Mübariz gətiriblər. Alqı-satqını Mübariz edib mənim oğlumla. Mənim o biri oğlum heç bir şeyə qol çəkməyib, xəbəri də olmayıb bizim kimi. Onun payında olan, amma mənim torpağım ayrılmayıb. 6 sot bir yerdədir. Onu da 6-7 nəfərə öz aralarında çətə qrup şəklində, bandit qrupunun şəklində satışa çıxardıblar. Və mən şikayət etmişəm.
məhkəmələrə də etmişəm. Keçən il mənə Nizami rayonunun polis idarəsindən belə bir zəng gəldi. Bir müstəntiqdən. Sevda xanım, siz necə ola bilir ki, birbaşa məhkəməyə müraciət edirsiniz istintaq getmədən? Və buradan səsləndim o müstəntiqə. Və necə ola bilir ki, istintaq getməyə, həmin indi mənim evimə sahib çıxan bu Emin, Rəsulzadə Emin Firdunoğlu, Tofiq Səmədov, Əli Nəsiboğlu tərəfindən apellyasiya, Sabunçu Sumqayıt apellyasiyası qərar verib ki, evi tərk edin, ikinci evi. Niyə? Əgər istintaq getməlidirsə, istintaq getsin də. Niyə mənə bu sözü deyirlər? Qarşı tərəfə heç bir təsir göstərmir bu polis idarələri. Mən çox xahiş eləyirəm. Mənim oğlumun günahı varsa, mənim oğlum buradadır. Heç yerə qaçmayıb. Mənim oğlumu da götürsünlər, onları da götürsünlər. Mən bir ana kimi bunu tələb eləyirəm. Amma mən torpaq verən deyiləm, ev verən deyiləm. Bu gördüyünüz evi benzin almışam, bir bak. İkisini de yandıracağım, özümü de. Bütün dünya da bilsin. Ve bunu da bütün dünyaya da paylayacağım. Herkes bunu bilmelidir. Benim 37 illik komşum var. Benim emeğim var bu torpaqlarda. Bu torpaqda, benim bu evlerde emeğim var. Benim yoldaşımı öldürdüler. 2 maşın. Ben adlarını sayacağım buradan kimler oldu. Bəbirov Mübariz, Rəsulzadə Emin, Tofiq Səmədov, Tofiq Nəsiboğlu, Əliyev Asif Bahaddinoğlu, bir de 2 nəfər ondan başqa olub, onların adlarını bilmirəm. Hər halda, əgər doğrudan da hüquq mühafizə orqanları doğru işləyirsə, bu devlətdə bunların hamısını cəlb eləsin, istintaqa, içində oğlum olmaq şərti ilə açsınlar bu işi. Mən torpaq verməyəcəm, mən ev verməyəcəm, mənim 6 nəvəm var, onların haqqıdır bu torpaq, bu ev. Mən bir nənə kimi onlar üçün çalışmışam, onlarındır bu. Mənim uşaqlarım oxumalıdır, evlatlarım. Necə ola bilir? Mənim qonşumda 8 il bir evi sata bilmirlər. Bir ayın içində 6-7 adama satıblar mənim torpağımı, evimi. Mənim evimin sənəti yoxdur. Qupça çıxardırlar öz tərəflərindən. Hara baxır bu polis idarələri? Hara baxırsan Binəqədi polis idarəsi, Nizami polis idarəsi, 15 nömrəli Sabunçu dəllək olub, dəlləkxana, banditizm var orada. Niyə baxmır yuxarılar buna? Niyə baxmır? Mənim yoldaşımı öldürdülər, yoldaşımı sağlam adam öldü. Mən bunlardan zədə aldım, baxın, görün məni nə hala qoydular. Baxın. Kimin ədi bunları Sevda xanım? Onlar bir qrup qadın gətirmişlər. Yevlak qadınları, hamısı qaraçı. 3 il mənim evimi zəhd elədilər. Bu evimdə yaşadılar. 3 il. Əxlaqsız qadınlar gətirdilər bura. Burada mənim zaborum var idi. Mən onu söktüm. Mən qadın olaraq o zaboru təkdanaha söktüm. Və burada darvaza vardı, onu da çıxartdım. Bax bu adamlar kimdir deyən Bu Sevda xanım? adamlar gəldi, bu adamlar. Niye buna göz yumursunuz? Kimdi bu işin başında? Kimdi bu TTK'da bunların başında duran alçak ortaya çıksın? Çıksın ortaya. Niye benim sesimi eşitmir? Niye? Hara bakırsan bu deleduzların niye arkasında durmuşsunuz? Neye göre? 2 ev değil, çok adamın evlerini satıblar. Çok adamın torpağını satıblar. Bir varizin adında neçə dənə cinayət işi var. Interpol aktardı mübarizi. Tahir'in adında ne kadar cinayet işi var. Niye göz yumursunuz buna? Neye göre göz yumursunuz? Benim arkam yoktu ona göre. Benim elimden ev alıp buna verirsiniz. Benim zengeliyenim yoktu. Ona göre bunların arkasında durmuşsunuz. Ona göre ben de bu evleri yandıracağım. Ben de özümü öldüreceğim burada. Ama bu evleri vermeyeceğim. Tofiq mənim evimin için görməyib. Mən evimi hardan alıb, kimdən alıb, necə alıb? Görməyib, heç bilmir neçədən otaq var. Bir ayda Sevda xanım, bir ayda bu evlər neçəyə satılıb? 45 Neçə minə. nəfərə? 45 minə. Bu evlər, 2 minə. evlər. Nə bilim ki, kim Değerli izleyiciler, bak burada 2 evdir, 2 ailenin evidir. Burada da hasar varmış, orada Hasar da özüm söktüm. kapı varmış. Və bunu da sizə bildirirəm. 15 nömrədən müstəntiq gəlib gecə saat 12-də, 1-də, piyan vəziyyətdə, yaxası açıq formanın. Məni darvazanın dalında şəklimi çəkib və həmən quldur da yanında. 51 olub ondan quldur başı Faiq.
Bax, buradan səslənirəm. Ekspert, gedib yenə ekspert gətirib, qulağım eşdə ekspertə deyir ki, ora yaz qonşu. Mən niyə qonşu oluram? Mənim 6 sot torpaq mənimdir. Niyə qonşu oluram mən? Mən niyə qonşu oluram? Burada kimdən qonşuyam mən? Bu evi də mən tikmişəm, bu evi də. Kimdən qonşu oluram mən? Bu məni niyə qonşu yazdırır? Bu kimdir belə? Faiqin arxasında kim durur? Kim zəng eləyib faiqə tapşırır? Sevdə xanım. 15 nömrəli bazardır, bazar. Sevdə xanım, sakit ol. Polis idarəsi hara baxırsan? Sevdə xanım, əgər burada hasar varsa, Vardı. Asifin evini Asirlə müqavilə bağlayıbsa, Vardı. bu bir Mən- oğlunun evini niyə mənimsəyirlər? Başa düşmürəm. Mən böyük oğlum heç kimdən alqı-satqıya getməyib. Mən getməmişəm. Onun payına düşəni bu dəqiqədə işıq, qaz, su, bütün kommunikasiya onun adında. Onun payına düşən nə tər satışa çıxır, nə tər satışa çıxır, aydınlaşdırsınlar mənə. Kimdən alqı-satqı eləyiblər? Mənim böyük oğlum heç yerə getməyib. Heç bir yerə, heç bilmir nə olub. Bilmir. Necə olur bu? Bax, deyirsiniz ki, məni vurdular. Dəfələrlə. Ekspertə getdim mən. Getdim, dəfələrlə. Nə dedilər? Ekspert də dedilər ki, saçın yolunub, izlər var, hər şey var. Bəs o xanımlar həyətə gələnlər haqqında nə ölçü götürdülər? Heç bir şey ölçü götürmədilər. Sabuhudan aldılar. Bilmirəm, mən bilmirəm, nə işdi bilmirəm. Ancaq onların əlizin yuyurlar. Bilmirəm, açıq aydın ortadadır da. Açıq aydın ortadadır. Mən bilmirəm, onların zəng eləyəni kimdir? Eşitdiyimə, bildiyimə görə güya TTK-dadır. Bilmirəm, bu banditlərin başında bir polis Yalan var. danışırlar, bizim gözəl Dövlət Amma mən buna da Təhlükəsizlik inanıram. Nazirliyi Əlbəttə ki var. Biz gözəl Əlbəttə respublikada ki var, yaşayırıq. var. Gözəl dövlət Var, başçımız var. var. Yəqin səsinizi eşidərlər, Mən bilirəm. səsinizə səs verərlər. Mən bilirəm. 6 körpə küçələrdə qalmaz. Mən 6 dənə körpəm, gecə yata bilmirik evdə, gecə yata bilmirik. O kimdir ki gəlir hər gün, gəlir buramı çəkir, gedir çöldən. Bu nə deməkdir? Burası dağ başıdırmı? Biz harda yaşayırıq? Neçənci ildə yaşayırıq? Neçənci əsrdə yaşayırıq? Mən başa düşə bilmirəm. Mənim yoldaşım günahsız yerə öldü. Niyə mənim yoldaşımı hədələdilər? Niyə mənim yoldaşımın işdən gələndə qarşısını kəsdilər? Nəyə görə uşaqları ilə hədələdilər? Bu nə deməkdir? Mənim yoldaşım 10 dəqiqənin içində öldü, evə çatdı, öldü. Niyə? Nəyə görə? Nəyə görə? Nəyə görə? Mən niyə zədə almalıyam? Mənim uşaqlarım öz evində niyə qorxa-qorxa yatmalıdır? Neçənci əsrdə yaşayırıq? Baş prokurorum, möhtərəm baş prokurorum, sizə səslənirəm. Vilayət Eyvazov cənabları, sizə səslənirəm. Hara baxırsınız? Bu nə deməkdir? Bu nə deməkdir? Çıxın ortaya çıxın. Eşidin mənim səsimi. Mən durmayacağım. Mənim oğlumdur. Apamı salın içəri. Onları da salın içəri. Tələb eləyirəm sizdən. Mən bu qanunsuzluğa yol verməyəcəm. Mən hansısa 5 dənə, 10 dənə quldura mən evimi, torpağımı, 38 il əməyimi yedirtməyəcəm. Bunu buradan deyirəm və sizə də səslənirəm. O qədər. Xanım, bir də ünvanı de zəhmət olmasa. Ünvan Sabunçu rayon Zavrat 2. Aşıqalı küçəsi 27. 3 il evimi zəhv eləyib, yaşayıblar, təzminatını da istəyirəm. Səbuhi yaşayıb mənim evimdə. Səbuhi. Adı familyası nə idi Səbuhinin? Abbasov Səbuhi Abbasoğlu. Dəfələrlə quldurcasına, baskınlarına məruz qalmışıq. Yoxlayın görün. Mənim nə qədər 102-də zəngim var. Yoxlayın. 2023-dən bura kimi yoxlayın görün nə qədər zəngim var. Kömək eləyən evin baskı altındadır. Mən söktüm darvazanı. Çünki buranı eləmişdilər. Bilində nə? Bir qazı da gətirib qoymuşdular bura. Yəni o bir oğlum da dillənsin, o da tıxsınlar içəri. O müstəntiq Faiq çox gözəl bilir hər şeyi. Buyur. Çox gözəl. Həmin bunun kimi də, eyni bunun kimi darvazada bura qoymuşdum. Baxın, bura yazmışıq ki, bu evlər mübahisəlidir. Buna baxmayaraq, həmən quldurlar gecə gəlib bunun üstünü rəngləyiblər. Baxın, burada həmin bu yazların üstünü rəngləyiblər. Mən müstəntiqin yanında sual verdim bu evi alana. Dedim ki, siz bu evi necə alırsınız? Mən bura yazmışam, baxın, bu evlər mübahisəlidir.
Onu da üstünü belə kraskalayıb, səbuhu kraskalayıb. Həmin onlarla. Göstərin bunları, xahiş Aha. edirəm. O da dedi ki, müstəntiqin yanında dişin ağarda. Bəs mən onu gördüm, amma ciddiyə getmədim. Niyə ciddiyə getmirsən? Bəyəm corab alırsan sən? Ev alırsan sən? Bu ciddiyə getmir belə şeylər. Bunu gecə gəlib səbuhu kraskalamaqla, bunu mənim evimi 45 minə satıb, kiməsə mən bilmirəm. Amma necə satıbsa, hələ də işıq qaz, Kamkasiya səbuhun adında qalıb. Bu necə ola bilir? Necə ola bilir? Necə keçidi adına? Mən bilmirəm. Axı bu evlərin qupçası Onu yoxdur. Tahir bilir, Mübariz bilir. Mənim evlərimin qupçası yoxdur. Nə eləyibsə bunlar eləyib. Mən bilmirəm. Hansı quldur notariuslarla. Pul basa-basa, binəqədlərdə. Xahiş eləyirəm, məşğul olun bu işlə. Çox xahiş eləyirəm. Bir daha müraciət elə ginən. Bir daha da müraciət eləyirəm vilayət Eyvazov cəmanəflarından. Kamran Əliyev cənablarından. Prezidentimə müraciət eləyirəm buradan. Anaların anası, Azərbaycanın birinci xanımı, Mehriban xanıma müraciət eləyirəm, mənim səsimə səs verin. Bu quldurların əlindən mənim evlərimi qutarın. Evlatlarımı qutarın. Bugünkü gündə mən evlatlarımın talehindən də qorxuram, özümün talehimdən də qorxuram. Çünki yoldaşımı öldürdülər, özümə də ağır zərbə endirdilər. Neçə vaxtı müalicələrdəyəm, neçə vaxtı doktorlardayam. Yəni, məni elədilər kanser xəstəsi. O qədər. Belə, dəyərli izləyicilər, izləyin, paylaşın. Ölkədə olan bəzi qanunsuzluqlardan xəbəriniz olsun. Sevda xanım, yəqin ki, kanallarınız vasitəsilə səsinizdən səs verən olacaq. İnanıram, mən dövlətimə inanıram. Mən dövlətimə inanıram. Yəqin haqq yerini tapacaq. Təşəkkür edirəm, sağ olun. Sağ olun, mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.